Qardaşlar, salam, mərkəz xoş gördük. Bugün yenə də BMW-lər haqqında danışmaq istəyirəm. Deməli, Xəzər Radioda çağırıblar qonaq kimi. Əl-qərəz söhbət düşüb ümumi maşın bazarından, avtomobil markalarından və bu zaman bir izləyici yazdı ki, BMW çox etibarsız maşındır, BMW güvən olmur, BMW inanmıram, yəni BMW yol çıxası maşın deyil, uzun yol çıxası maşın deyil, əl-qərəz pislədir. Mənim həqiqətən də çox pisimə gəldi, yəni BMW mənim nə sponsorum deyil, nə BMW-dən bir şərikliğim yoxdur, nə ki son uzun müddətdə mən heç BMW Azərbaycana göndərməmişim, Toyota falan göndərirəm, izləyirsiniz, bilirsiniz də, Yapon maşınları göndərirəm. Amma mən sizə deyim də, 2 dənə F30'um olub, bir dənə Y38'im olub, bir dənə 428 F36 Grand Coupe'm olub. Yəni BMW-də qardaşlar, gördüyüm güvəni sağlam BMW-də. Bir çox maşında görməmişəm. Bir şey ki, sveçasına əl dəymədən F30'u 50.000 kilometrdən yuxarı sürmüşəm. Sveçasına əlimi dəymədən. Yəni o qardaş dedi ki, mən rayona izləyici dedi, mən rayona belə BMW ilə getməyə, yəni arxayın deyiləm. Sadəcə o qardaşın nömrəsini tapa bilmədim ki, yəni o qardaşı rayona getmək nədir? BMW F30'la dünya turuna çıxardaram, BMW F30'la. Dünyanı 2 kurup fırladaram, kapotunu açmadan, yəni yağ dəyişməyə çıxmaq şərti ilə yağı filtri. Yəni kapotunu açmadan, motorunu əl dəymədən, karobkasını əl dəymədən dünya turuna çıxardaram. Sırf BMW F30'la. BMW zəif maşını olsa, xüsusən F30'lar. Gecə gündüz o Bakı olan neçə ildir qayalarda sürülür, yol polisləri sürürlər. Yəni zəif maşını olsa, gecə gündüz yol polisində sürürlər. Bir yandan da yenə deyirəm, burada sırf zəifliyi, güclüyü qoyaq bir qılar. Bir də var, yol tutuşu və maşın sürməkdən zövq almaq. Yəni F30 yeganə modeldir ki, mən ondan günlərcə danışaram qardaşlar, günlərcə, saatlarca danışaram. O dərəcədə sevdiyim bir modeldir. O dərəcədə.